Xoş gördük əziz izləyicilər sizi. Bu günlərim satışa belə gözəl bir həyət evimiz çıxıb sizlərə təqdim etməyə gəlmişik. Evimiz Mingəçevir şəhərində yerləşir. Çoxları üçün bura biraz nabalət gəlir. Safxozda yerləşir. Gireslə arası hardasa 1-2 kilometr məsafəsi var. Mingəçevir şəhər Safxoz ərazisində. Yolu asfaltdır, bir dənə zəhmət olmasa göstərək. Yəni Safxoz deyəndə fikrinizdə hansısa kənd, qəsəbə gəlməsin. Bax əziz izləyicilər. Görürsünüz, yolun, küçənin genişliyin, yolun asfaltlığın, yəni Mingəçevirdə günəşli kimi, burada çox gözəl, səliqəli ərazilərdir və ən əsas onu nəzərinizə çatdırım ki, burada marşrut qapının qarşısından keçir. 8 nömrəli marşrut qapının düz qarşısından keçir. Yəni günəşli kimi burada tam yaşayış üçün perspektivli yerdir və böyük məktəb evin 200 metr məsafəsindədir. Fikirləşərsiniz ki, savxoz yerdir, məktəbdə çətinlik çəkir, xeyr. Şəhərin demək olar ən böyük məktəbi buradadır. Onunla da evin arası 200 metrdir maksimum. Əziz izləyicilər, yaxınlaşın zəhmət olmasa sizi evin yan hissəsi ilə də tanış edeyim. Bu evin yan hissəsidir. Belə bir genişlik yaradıblar, gül-çiçək, gözəl mənzərə yaradıblar burada. Sonra belə bir sanitar qovşaq burada yumma otağı ilə bir yerdə, ikisi bir yerdədir. Tam təmirli, normal, versə, səliqəli. Keçək digər yan hissəsinə. Sizə ilk öncə qeyd eləmişdim ki, burada 2 ev var. Sənəddə ikisi də qeyd olunub, yəni bir torpaqda. Belə bir 4 otaqlı evdir, bu köhnət bir evdir. Birinci ev bu olub da, bu torpaqda ilk ev bu olub, sonra o evi tikiblər təzə. Bax, bu evin vəziyyəti yaxınlaşın sizə göstərim. Yəni bir otaqları burada fırlanmayacaq, elə buradan təxmini göstərəndə bilinəcək sizə. Bax, evlər bu qaydadadır. Buranı tam normal şəkildə təmir edib, istifadə edilmirlər. Bax, 2 otaq da oradadır, 4 otaqdan ibarətdir. Qaz, su, işıq, hər şey bura gəlir. Yəni burada yaşayış olur. Buranın sanitar qovşağı da ayrıdır. Yəni istəyən bunu sökə də bilər, saxlaya da bilər. Bura belə köhnə tipli olmağına baxmayın. Buranın bünövrəsi çox möhkəmdir. Köhnə evlərdən deyən, qoşa kubikdən tikilib bura. Sadəcə olaraq təzə ev tikilib deyənə bu baxımsız qalıbdır. İlk öncə qeyd etdiyim kimi, bura 16 sot torpaq sahəsindədir. Keçək sizlə əsas torpaq sahəsini göstərim arxa tərəfdə. Sonra evin daxilinə də keçərik. Evin özü ilə də yaxından tanış olarıq. Belə bir fırlanmayacam, buradan göstərəcəm sizə. 16 sot torpaq, bax, düz bu bağın axırına kimi gedib çıxır. Sənəddə bu, yəni qeyd olunub bura. Bağ kimi bura istifadə olunub. Görürsünüz, bağlayıb oranı, toyuq cüzəsi səliqəli o üzdə. Heyvandarlıqla məşğul olmaq üçün o üzdə qəşəng səliqəli məşğul olmaq. Burada özü üçün 6-7 dənə səliqəli ağac əkib. Görürsünüz, necə dəqiqliklə iş gedib burada. Bax, kürsüdən sonra fikir verirsiniz burada tol sərilir. Cin nəmişlik, düzdür, burada ilə nəmişlik olan deyil, ümumiyyətcə nəmişlik olmasın. Hündür kürsüsü var. Kürsüdən sonra da, bax, görürsünüz, kəmərin üstündən də nə qədər 2 kubikdə əlavə, 3 kubikdə əlavə atılıb. Bir sözlə çox keyfiyyətli, möhkəm tikilmiş evdir. Keçək evin daxili ilə də sizi tanış edeyim. Badmava da buradan kod qoyulub. İndi qıfıl var deyənə ora girə bilmirik. Əziz izləyicilər, kombi sistemi buradadır. Bax, gördüyünüz kimi. Bura evin qarşısıdır. Qarşısı var, evin belə görsənir. Navis görürsünüz necə gözəl, səliqəli yığılıb. Hündür olduğuna görə də heç bir istilik, burada havasızlıq yaratmır. Keçək evin daxili ilə də sizi tanış edeyim. Əziz izləyicilər, evin girişində belə bir yığcam mətbəximiz var. Alt evin ki, təbii ki, o bir evində mətbəxi var idi. Buranın da belə səliqəli mətbəx mebeli ilə təchiz olunmuş. Səliqəli mətbəximiz var. Sonra zəhmət olmasaq yaxınlaşarsınız müəllim. Mətbəxin yan hissəsində sanitar qovşaqla yuyunma otağı var. Əziz izləyicilər, bura evin qonaq otağıdır. Yəni böyük, fantastik bir böyük kvadratı yoxdur, amma çox normal yığcam. Bir də onu qeyd edeyim ki, bütün divarlar qoşa kubikdəndir. Yan divarlar qoşa kubikdəndir. Kombi sistemi ilə təchiz olunub, kondisioneri var. Bura evimizin qonaq otağıdır. Keçək digər otaqlarla da sizi tanış edeyim. Bura uşaq otağıdır. Fikir verirsə, genişlik tam normaldır. Burada belə bir boşluq yaranıb. Əziz izləyicilər, hamısı, bütün pəncərələr öz məhəlləsinə baxır. Görürsünüzsə, kombi sistemi var. Keçək digər otaqla da sizi tanış edəyək. Çox uzatmayaq da videonu. Burada bir yığcam uşaq otağıdır. Fikir verirsə, bu da öz məhəlləsinə baxır. Qoşa kubikdən barı baxanda bilinir. Evin zərrə qədər heç arada çatı falan yoxdur. Yəni, əziz izləyicilər, Mingəçevir şəhər Safxoz ərazisində.
məktəbinə çox yaxın. Marşrut dayanacağının, marşrut evin qarşısından keçir. Yolu asfaltdır, kanalizasiya sistemi, su, işıq, qaz hər bir şəraiti olan 16 sot sənədli torpaq sahəsində 16 sot. 2 dənə ayrı-ayrı ev var. 3 otaqlı bir evdir, 4 otaqlı bir evdir, köhnə tiplidir. Bütün sənədlər də tam qaydasındadır. Sizin üçün də maraqlıdırsa, zəng edib əlaqə saxlaya bilərsiniz və evə canlı baxmaq istəyən yenə də zəng edib əlaqə saxlayın, gətirək sizə evi yaxından canlı göstərək. Diqqətiniz üçün çox sağ olun.